İnsanı söz qədər duyğulandıran, düşündürən ikinci bir qüvvə çətin tapılar. Artıran söz qədrini sidq ilə qədrin artırar. Kim nə miqdar olsa əhlin eylər ol, miqdar söz. Əziz dinləyicilər, neçə ustad, şair və yazıcının əbədiyyət karvanına sarvanlıq edən sözün sehrinə, sirrinə qovuşaq. Siz də yeni bir dünyanı kəşf edin. Söz dünyamıza qatılın. Söz dünyamız. Salam istəkli dinləyicilər. Verilişimizin bu sayı yazıcı Cəlal Bərgüşada həsr olunur. Ötən əsrin Azərbaycan ədəbiyyatı bugün yaddaşlarda kəmiyyətlə deyil, keyfiyyətlə daha çox xatırlanır. Müasir dövrdə ədəbi bədii zövqlərin təmin olunmasında məhz o illərin bədii sözünün əhəmiyyəti indi də qüvvədə qalır. Ədəbiyyat bugün davam eləsə də, yeni ədəbi nəsil formalaşsa da, insanların nostalji duyğularında, əməli fəaliyyətində, məfkurəsində hələ də o illər ədəbiyyatının milli mənəvi estetik əhəmiyyəti özünü biruzə verir. Həmin illərin ədəbiyyatına milli mənəvi ruh qatan yazıçılardan biri də Cəlal Bərgüşad olub. Cəlal Bərgüşad 1924-cü ildə Qubadlıda anadan olub. İkinci Cahan Savaşında iştirak edib. Onun Cənub Taydan Əsən-Meh adlı ilk şeiri 1946-cı ildə Qubadlıda çıxan Avangard qəzetində dərc olunub. Azərbaycan Dövlət Universitetinin Filologiya Fakültəsində jurnalistika şöbəsini bitirib. 1958-ci ildən Azərbaycan Dövlət Televiziya və Radiosunda böyük redaktor vəzifəsində çalışıb. Onun ssenarisi əsasında Çoban Boran, Göygöl, Torpağın ətri, Çinar yarpağı televiziya filmləri çəkilib. Romanları İranda və Türkiyədə nəşr olunub. Bozatın belində, Təzəgəlin, Sıyrılmış qılınc, Şərq çiçəyi və digər kitabların müəllifidir. Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Marif Teymuru dinləyir. Cəlal müəllimi mən ən çox tanımışam 80-ci illərdə, yəni artıq onun o şəxsi fondunu qəbul edəndə və baxdım gördüm doğrudan onun əsərləri öz adı kimi, özünün o torpağa bağlılığı kimi, eyni zamanda uzun illər bizim televiziyada işləmiş bir jurnalist kimi və onun sənədlərini toplamaq lazım. Biz onunla görüşdük və onun 606 sayılı şəxsi fondunu yaratdıq. Ən çox maraqlı onun sənədləri arasında, deməli, biz onun qəbul etmiş sənədlər arasında ən çox onun özünə məxsus lirik hekayələri, sonra biraz keçmiş, Siyrilmiş qılıncı və Bozatın belində romanı isə onun demək olar ki, məşhurlaşdı. Onun özü haqqında yazdığı bir məqaləsində deyil, mən artıq Azərbaycanın bütövlüyü uğrunda həmişə çalışmışam və bu mənada və bizim qəhrəmanlarımız Azərbaycan tarixi məmləkətə malik olan Azərbaycanın tarixi də maraqlandırdı. Məhz ona görə deməli, onun Bozatın belində Siyrilmiş qılınc əsəri o əksəyə gətirdi və eyni zamanda orada təsvir olmuş bütün hadisələr demək olar ki, bizim keçmiş tariximizi vərəq-vərəqləyir. Onu oxuyanlar həmişə hələ o 80-90-cı illərdə daha onu çox deməli qabardırdılar ki, əsl torpaq adamı. Elə bunun özündə mən də zərafatla bir yerdə dedim ki, demək torpağın rəngi, hətta o görünüzə bir yazısıydı ki, torpağın rəngi də onu maraqlandırdı. Həkərinin axar-baxarında bəzən bir zümrüyə qapılır və ya da Bəlkət sayının boyunda həmişə qalardım. Elə ki, məni çağırardı, anam çağırardı. Yəni, bax, bu ana çağırışı ilə Cəlal Bərgüşad həmişə də insanlara qayğı və eyni zamanda o ədəbi sözlə, sözün xüsusiyyəti ilə, sözün tərkibi ilə deməli, bizə çoxlu böyük əlyazmaları vardır. Və bu mənada onun deməli, Bozatın belində romanın Qərbi Avropa şərqşünasının böyük marağına səbəb oldu. Və bunu gərək təhlil edəcək. Mən nə üçün bu qısa tezislər deyirəm? Amma bunun şəxsi fondu haqqında olan məsələləri gələcək nəsillərə necə ötürəcək? Akademik Ziya Bünyadovun Cəlal Bərgüşadın yaradıcılığı haqqında fikirləri maraq doğurur. O yazır:
Tarix Babəki nəsillərə mərd cəngavər və əfsanəvi bir şəxsiyyət kimi tanıdıb. Bəzi tarixçilər bu böyük insan haqqında əsər yazmaq fikrinə düşmüş, bəziləri isə bu sahədə qələmini sınayıb. Babək Xürrəminin möcüzəli həyatından roman yazmaq isə Cəlal Bərgüşada nəsib olub. Sıyrılmış Qılınc adlı bu roman müəllifin tarixi roman sahəsində ikinci əsəridir. Bir yazıcı kimi onun istedad, qabiliyyəti Alman dilinə tərcümə olunmuş ilk tarixi romanı olan Boz atın belində əsərində üzə çıxıb. Hələ bu tarixi romanlarına qədər Bərgüşadı doğma Azərbaycanın müasir kənd və şəhərlərində qurub yaradan əmək adamları daha çox maraqlandırıb. Onlar barədə silsilə, oçerklər, hekayələr yazıb. Xatırladaq ki, sitat akademik Ziya Bünyadovundur. Noğlu bulağın aynasında bir cüt qara hörük titrəyirdi. Bir cüt göz muncuğu işıldayırdı. Çətirlənmiş sıx kirpiklər çalındıqca göz muncuğundan iri damcılar üzülür. Qızın həyəcandan yanan sifətində zərif izlər buraxır. Bulağın aynası çiliylənirdi. Qızın qəhəri, istirabı əbəs deyildi. Müharibə. Şəhər və kəndləri dağıdan top tüfənglər uzaqlarda, lap uzaqlarda atılırdı. Lakin elə bil o güllələr, mərmilər qızın lap böyründə, Novlu bulağın yanında yerə düşmüşdü. Qıza elə gəlirdi ki, bu ölüm onun sevgilisi İrşadın başına ələnir. Aman Allah! Əlləri əsə-əsə bulaqdan bir qoşa ovuc sərin su götürüb odlu üz gözünə çilədi. Bulağın aynası titrədi, sonra yenə öz əvvəlki şəkillə düşdü. Şəffaf bulaq öz gözündəki balaca əlvan qumları, sapı qırılıb ora tökülmüş boyunbağı muncuqları tək oynadırdı. İntizar qanırılıb ürkək bir nəzərlə kənddən gələn yola boylandı. Heç kəs gözə dəymirdi. Ətrafa dilsiz sakitlik çökmüşdü. Qız hörüklərini açdı. Qara saçlarını bulağın aynasında daradı. Noğlu bulağın gözündən ona baxan intizara nəzər saldı, qımışdı. Nizamlı ağ dişləri zərif dodaqlar arasından göründü. Mən nə qəribə qızam. Hələ kənddə heç kəs yatağından qalxmayıb, elə bil yuxu görmüşəm. Gecə yata da bilmədim, tez qaçıb bulağa gəldim. Elə bildim ki, o məndən tez gələcək. Bəs hanı o? Onu dünən hərbi komissarlığa çağırmışdılar. Görünür elə oradanca götürüb aparıblar. Yoxsa o söz verdi mi, hökmən gələrdi. Neçə ildir ki, biz bu Noğlu bulağın başında görüşürük. Deyəsən, bu bizim son görüşümüz olacaq. Dilim qurusun, mən nə danışıram? Kim bilir, indi onu aparan qatar hansı stansiyadan ötür? Ona deyiləsi o qədər sözüm vardı ki, eyb etməz, məktub yazar. Mən də hamısını ona, mənim Novlu bulağım, mən ona məktub göndərərkən, burada onu gözlədiyim kimi yazacağım. Novlu bulaq sanki qızın intizarını duymuşdu. Astadan, lap astadan qəmli nəğmə oxuyur, gözündəki boyunbağı muncuqlarını oynadırdı. Qız bulağın nəğməsini dinləyə-dinləyə öz ürəyi ilə danışır, hərdən də görüşə gəlməyən nişanlısı İrşadı məzəmmət eləyirdi. Birdən titrək bir əl arxadan intizarın gözlərini üsulluca qapadı. Qız diksinib oğlanın biləyindən yapışdı. Aç gözümü, tapdım, sənsən. İrşad gülümsündü və dərhal əlini qızın gözlərindən çəkdi. İntizar çevrildi, istədi səhəngini götürsün, lakin dayandı. Çiyninə düşmüş ağ kəlağayısının ucunu boynuna doladı. Saçlarını arxasına atıb nişanlı qızlara məxsus bir nazla oğlanı süzdü. Sonra məzəmmət edici bir tərzdə boynunu oğlanın əlindəki ətirli bənövşələr tək bükdü. Heç birisi dinib danışmırdı. Novlu bulaq oğlanla qızın əksini özünün aynasına çəkmişdi. İntizar gizli nəzərlə bu aynada sevgilisinə baxırdı. İrşadın başını dibdən qırxmışdılar. Bu yeri yenicə tərləmişdi. Qara şahin gözləri qalın qaşlarının altında odlanırdı. Hündür boybuxunu, enli kürəyi vardı. Elə bil anası Səlmi xala onu pəhlivan doğmuşdu. Müharibə toplarla buzaqlarda atılsa da, sanki Novlu bulağın yanına düşürdü. Bu zaman dağ titriyir, Novlu bulağın aynası sınırdı. Bulağa düşən əkslər çiliylənir, sonra yenə yavaş-yavaş düzəlirdi.
Bunlar yenə öz əlvan muncuqlarını oynadır, qəribə nəğmələr oxuyurdu. Məni bağışla, gecikdim. Bax gör başımı necə qırxıblar. Hərbi komissardan icazə alıb gəlmişəm. Birazdan qatara minəcəyik. Bizi aparırlar. Gəldim ki, səni görüm. Anamı sənə tapşırım. O səni çox istəyir, İntizar. Mənim bircə anam var. Bir də ki, qız doluqsundu. Səsi qəhərdən boğula-boğula çıxdı. Sanki dalğalı bir dənizdə üzürdü. Səsi uzaqdan eşidilirdi. Sözlərinin nizamını, qatarını dalğalar pozurdu. Sağlıq olsun, get, sağ-salamat qayıt. Səni gözləyəcəyəm, inan ki gözləyəcəyəm. Səlmi xaladan da nigaran qalma, o da mənim öz anam. Hər gün gedib ev eşiyinə baxacam. Noğulu bulağın aynasındakı əkslər birləşdi. Qızın qara hörəkləri oğlanın qolları üzərinə düşmüşdü. Noğulu bulaq yenə öz nəğməsini oxuyur. Cəlal Bəlgüşad qəhrəmanlıq romanlarının müəllifi kimi tanınsa da, yaşadığı müasir həyatın problemlərini də unutmurdu. Bir gözü tarixə baxsa da, o biri gözü ilə ətrafındakı hadisələri çox aydın görürdü. İkinci Cahan Savaşını görən ədib insanlarda müharibəyə nifrət yaratmaq üçün cəbhə hekayələri yazdı. Sonra isə müharibəsiz həyatın, cəmiyyətin uğurlarını təsvir etdi. Qələmini ölkədə gedən quruculuq işlərindən yayındırmadı. İstər kənd həyatından, istərsə də şəhər həyatından maraqlı hekayələr yazdı. Marif Teymurun çıxışının davamı. Yazısının müxtəlif illərdə Bozatın belində 58-70, Gələcək yaradanlar 61-ci il, Təzə gəlin 62-ci il, Toydan sonra 64-cü il, Dərilməmiş salxımlar, Çirilmiş qılınc romanları yollar və başqa roman poetləri satlanmışdır. Və eyni zamanda yazısı həmişə turist səvəzində olarmış. Bir dəfə zarafatla dedim ki, axı siz bunlar bu böyük romanları necə yazmışsınız? Onun əl yazmalarına baxanda qəribə tezidir. Hamısının beynində saxlaymış. Sonra isə oturarmış tezisləri eləyəndən sonra. Hətta turist səfərinə gələndə də bütün dünyanın müxtəlif romanlarına tez müqayisə edirdim öz Azərbaycanımla. Və gəlib oturanda məhz o detallar ki var Bozatın belində, hətta bəzən obrazlar arasındakı danışırlar da, məhz onları elə ki, xaricinin öz aramızda müqayisə edirdim. Mən müqayisədə hiss edirdim ki, mənim Azərbaycan torpağı deməli, hamısından gözəldir. Yəni bu mənada Cəlal Bəlgüşad eyni zamanda xalqımızın böyük oğlu Babək haqqında silinmiş bunu təsəvvür edeyim. İnsanlar, onun şəxsi fonlarındakı rəyləri fərəqliydik. Kimlər yazır? Əli Vəliyev, Süleyman Rəhimov və eyni zamanda Rəsul Rıza, ona sonra İlyas Tapdıq və eyni zamanda bizim böyük şərhşünasımız, hətta ömrünə qatan Ziya Bünyadov kimi tarixçimiz onun əsəri haqqında çox gözəl rəylər, yəni tarixi romanlar haqqında çox gözəl rəylər yazır. Və eyni zamanda tarixin anlarına çevrilmiş Cəlal Bəlgüşadın yazıları, mən deyəm ki, onun elə Bozatın belində və çirilmiş qılınc qalsaydı, bəlkə də o özünün izini saxlayacaqdı. Bəlkə yox, saxlayacaqdı və bu mənada o da ölməzdi. Həm də özü deyər ki, bircə mənə imkan versəydi, sən arxivçisən, mən də yazıcısın. Amma sən də qoruyucusan, mən isə yazan. Amma yaxşı olar ki, elə o özü bir epopeya, elə bir o silinmiş qılınc bir kinodur. Kino sallanırızdır. Bunun arzularına baxın. Yəni artıq yazıb, indi onu senari işləmək olardı. Belə, məsələn, onun talihini mən bəzən Ənvər Xanlı ilə müqayisə edə bilərəm. Çünki o da elə əsərlər yazıb ki, xalqımızın tarixinin vərəq-vərəqlərində o da arzulayıb ki, axı bu kino sənəti biraz sürətli sənətdir. Yəni o kinoda neftə hamısını görürdü. Və bu mənada mən deyərdim ki, Cəlal Bəlgüşadın 3 elmi siyasi bizdə var. Təxminən 1000-dən çox deməli əsərləri var, əl yazmaları var, hətta neçə variantları var və bu variantları müstəqil təxminən işləyib, gələcək nəsillərə çatdırmağa çalışmışıq. Və eyni zamanda indi dövr yeni inkişafdadır. Məsələn, onun o əsərlərini biz başqa formada da elə bilir. Yəni onun ədəbiyyatşünaslar, tənqidçilər yəqin ki, bunu eləyəcək. Amma bunların məktubları kimlərə məktublar yazmıyor. Və nəhayət mən deyərdim ki, onun o bizim başımıza gələn hadisələr çox qəribə bir SSR hökumətinə, çox özünə məxsus vətənpərvərliyi ilə belə bir şeylər yazır. Və bu mənada ancaq onun biz danışanda onun ədəbi içi, eyni zamanda onun ədəbi içi məktublarında da elə ki, o qədər şirinlik var ki, elə o məktublar da bizə çatdırır. Eyni zamanda sənətə, sənətkara həmişə böyük hörmət verir. Yeri gələndə cəsarətlə həm özünü tənqid edirdi, həm də başqalarına öz fikirlərini bildirirdi. Və Cəlal Bəlgüşad həmişə yaşayacaq
Və mənə elə gəlir ki, birazdan onun olacaq 90 illik, 100 illik, mənə elə gəlir ki, o zatın belində öyle çaparaq Həkəri çayının o sahillərini gəzə-gəzə onun ruhu da yaşayacaq. Professor Qulu Xəlilovun ədibin Bozatın belində tarixi romanı haqqında yazdığı geniş məqalədən bir neçə cümləyə diqqət yetirək. O yazır: Əlbəttə, oxucunun xəyalında qaçaq nəbi, onun həyat yoldaşı, silahdaşı, Həcər, mərdliyin, sədaqətin, qoçaqlığın, xalq yolunda hər cür fədakarlığın rəmzi tərənnümçüsü kimi formalaşmışdır. Şübhəsiz ki, belə bir təsəvvürü ilk növbədə məşhur Qaçaq Nəbi dastanı yaratmışdı. Belə olduqda hər iki xalq qəhrəmanını daha orijinal cizgilərlə sevdirmək üçün yazıçının qarşısında bir sıra çətinliklər durur. Etiraf edək ki, Cəlal Bərgüşad bu çətinliyin öhdəsindən bacarıqla gəlmiş, mövcud dastandan fərqli olaraq qəhrəmanlarını bir sıra yeni, orijinal cizgilərlə daha da zənginləşdirmişdir. Xatırladaq ki, sitat Professor Qulu Xəlilovundur. Novlu bulağın aynasında əkslər yenə aralandı. Oğlanın əli qızın biləyindən tutdu. Bir qızıl üzüyü onun barmağına keçirdi. Anamın nişan üzüyüdü. Heç özü işlətməyib, mənə saxlayıb. Anam da burada atamla görüşüb. Ancaq intizarım, bilirsən ki, bu görüş uğurlu olmayıb. Atamı kolxoz qurulanda qaçaqlar öldürüblər. İntizar dinib danışmırdı. Saçının nişan üzüyü olan barmağına doluyurdu. İntizar pıçıldadı. Bəs sən mənə şəklini vermirsən? Əzizim, bax elə, qoy bizim şəklimiz həmişə bu bulaqda qalsın. Həmişə bulaqdan su dolduranda məni yadına salarsan. Bax, bu şəkillərə baxarsan. Bulağın ayna gözü elə bil onların ayrılıq şəklini çəkirdi. Oğlan əlindəki bənövşə dəstəsini qızın hörüyünə taxdı. İntizar gülümsündü. Vaxt, gecikərsən, səni danlayarlar. Sənə isti corab, əlcək toxumuşam. Vermişəm Səlmi xalıya, qoyacaq sənin çantana. Çox sağ ol, payın artıq olsun. Həyəcandan qızın köksü qabardı. Sinəsinə düşmüş qara hörəklərdəki ağ lentlər sanki bənövşə dəstəsi ilə birlikdə tufana düşdü. Üfüqdə sanki tonqal qalamışdılar. Günəş buludların ətəyini qızardır, közərərək siyrilib çıxırdı. Meşələrin üstünə topa-topa gün düşmüşdü. Kəndlərə tala-tala işıq səpələnmişdi. Zəmilər, bağ-bağatlar getdikcə qızıl rəngə çalırdı. Bu vaxt intizar çiynində səhəng bulaq yolunda idi. Evlərinə tələsirdi. İrşad isə qatara, qatar da tələsirdi. İntizarın anası fermada sağıcı işləyirdi. O da anasına kömək eləyirdi. Ana bala o qədər işləyirdilər ki, evə gəlməyə taqətləri qalmırdı. Elə oradaca fermadakı balaca daxmada yatıb qaldırdılar. Yuxuları gəlməyəndə ana bala çıraq işığında oturub döyüşçülər üçün corab, əlcək, isti köynək toxuyurdular. Elə ki, intizarın anası yuxuya gedərdi, qız İrşadın cəbhədən göndərdiyi şəkli çıxardıb həsrətlə baxardı. Neçə orden medalı var. Bu, qırmızı ulduz ordenidir. Bu medalı da ona igidliyinə görə veriblər. Qız titrək dodaqlarını ona yaxınlaşdırardı. Gəlib çıxsaydın, Səlmi xalanı muştuluqlayardı. Yazıq qarının gözü qalıb yollarda. Paştelyon gələn kimi uşaq təki yürür qabağına. Mənim İrşadımdan bir xəbər. Bir gün intizarı anası ilə birlikdə kənd sovetinə çağırdılar. Hərbi fonda isti paltar yığırdılar. İntizar yenə 10 cüt corab, 10 cüt əlcək gətirmişdi. O gətirdiklərini fonda təhvil verərkən nişan üzüyünü də çıxardıb sovet sədrinə uzatdı. Əmican, istəyirsiniz bunu da göndərin. Yox qızım, o sənin nişan üzüyündür. İntizar istədi desin ki, mən öz nişan üzüyümü də daviyə göndərirəm, tək İrşadımın özü qayıtsın. Lakin bu sözləri dili demədi. Sinəsində çırpınan nəfəsi dedi, gözlərindən uzaqlara uçan arzuları söylədi. İntizar ot parçasına dönmüşdü. Sübhdən bulağa gedib Səlmi xalıya su gətirərdi. Onun ev eşiyini süpürərdi, inəyini naxıra, qoyun keçisini sürüyə ötərərdi. Axşamlar gəlib Səlmi xalanın ocağını, lampasını yandırardı. İrşadın məktublarını ona oxuyar, qarıya ürək-dirək verərdi. Səlmi xala oğlunu Allahdan çox istəyirdi. O and içəndə əvvəlcə Allaha and içərdi. Elə ki, inandıra bilmədi, o dəqiqə oğlunun canına and içərdi.
İrşadımın canı haqqı bu belə deyil. İrşadımın canı haqqı mənim gəlinim intizardan bu mahalda yoxdur. O olmasaydı mən çoxdan dünyadan köçmüşdüm. Qoy bir İrşadım gəlsin, ona bir toy vurduracam ki. Gələcək ana, gələcək. Qız zarafatla qarnı güldürürdü. Amma Səlmi xala, mən oğluna getməyəcəm. İntizar İrşaddan danışanda qarı az qalırdı qızı bağrına bassın. O oğlunun ətrini qızdan alırdı. Qıza tez-tez müharibə barədə suallar verirdi. Ay bala, indi bu davadalaş harda gedir? İndi görəsən bizimkilər harda olar? Belə hallarda İntizar tutarlı söz tapmaz. İrşadın üçkünc əsgər məktublarını açar, oxuyardı. İndi faşistlər qaçmağa üz qoyublar. Məndən nigaran qalmayın. Müharibənin qurtarmasına az qalıb. Son vaxtlar çəkdirdiyim şəkillərdən birini sənə göndərirəm. Bu şəkli bizim ştabdan Moskvaya aparıblar. Deyəsən mənə nə isə verəcəklər. Noğulu bulağın ayna gözündə yenə bir cüt hörük titriyirdi. Bu hörüklər indi ağ idi. Elə bil üstünə qırov düşmüşdü. Bu hörüklərdə indi kəpənək yox idi. Bu hörüklərə indi qara lent bağlanmışdı. Noğulu bulağın gözündən bir cüt qəzəbli, kinli, qüssəli göz baxırdı. Kirpiklər qapandıqca göz yaşları mərmiyə dönür, üzülüb bulağın aynasını çileyləyirdi. Bulaq yenə öz əvvəlki muncuqlarını oynadırdı. Göylər də həminki kimi idi, yerlər də. Quşlar da əvvəlki kimi oxuyurdu, əvvəlki kimi uçurdu. Bircə İrşad yox idi. Ancaq nişan üzüyü vardı. Onun bu qızın barmağında qalan məhəbbət nişanəsi var. Qaçaq Nəbi boz atın belində yaşadı, döyüşdü, mübarizə apardı. Xalqın məhəbbətini qazandı. Babək Xürrəmi yadelli işğalçılara qarşı vuruşdu. Qılıncla düşmənlərə qan uddurdu. Qılınc qınına həsrət qaldı. Qın əvəzinə düşmənlərin kürəyinə sancıldı. Bütün bunlar bizim qəhrəmanlıq salnaməmizə yazıldı. Biz Babək, Nəbi, Həcər övladlarıyıq deyə fəxr etdik. Amma bugün qılınc döyüşü tarixdə qalıb. Lakin tarixi qəhrəmanlığımızı bugünümüzə necə tətbiq etməyimizin yolları da Babəkin qılıncından daha çox müasir diplomatiyadan keçir. Nəbinin at oynatdığı Qarabağ torpağının işğaldan azad edilməsi yollarındakı əngəli heç də qəhrəmanlıq əzmimizin olmaması kimi qiymətləndirilməli deyil. Əksinə, bu qəhrəmanlıq çoxdan tarixdən birbaşa qanımıza keçib. Cəlal Bərgüşadın romanlarında təsvir olunan milli qəhrəmanlıq səhifələrini oxuyandan sonra oxucuya güc, qüvvət, təpər gəlir. Fərqi yoxdur, atla, qılıncla mübarizə apardın, yaxud raketlə, mərmi ilə. Hər iki halda tarixdə torpağın azad olunmağı qalacaq. Sadəcə milli qanımızda boy göstərən, qədimlərdən gələn at belindəki qəhrəmanlıq instinktimizi əsrin tələblərinə, müasir dünyanın mübarizə üsullarına uyğunlaşdırmalıyıq. Tarix isə xeyli vaxtdır ki, bizə yeni qəhrəmanlıq səhifələrinin vaxtı çatdığını xəbərdarlıq edir. Tarixin möhləti isə çox çəkən deyil. Odur ki, bu məsələdə gecikmək olmaz. İndi diplomatik qəhrəmanlıq əsridir. Baş tutsa qılıncdan, raketdən daha çox uğur gətirən döyüş üsuludur. Amma bütün hallarda diplomatik qəhrəmanlıqda da tarixi qəhrəmanlığımızın izləri var. Cəlal Bərgüşadın əsərlərində təsvir olunduğu kimi. Verilişimiz sona yetdi, əziz dinləyicilər. Verilişimizin bu sayı yazıcı Cəlal Bərgüşada həsr olunub. Verilişin rejissoru Mehriban Bəşirzadə, müəllifi Xaliq Rəhimli idi. Mətni oxudular Eldos Bayram və Sevil Hüseynli. Sağ olun, sağlıqla qalın.